Salam aleyküm aziz izleyiciler. Bugünler size bu muhteşem icadımdan bahsetmek istedim. Görüyorsunuz ki bu mahnı içinde yani musiki aparatında yani mahnı aparatında kalın bir arasında buna. Üstündeki 11 inç HD monitörden tercih olunur. Üstünde yüksek ses keyfiyetine məxsus basovka, kalınkalar mevcutdur. Yani bu tam el işidir. Arxanda sizin için çəkək. Gördüğünüz kimi kalınkamızda mevcuttur 220 volt çıxış ve 220 voltu gösteren göstericiyi. Bundan sonra bunun zaretka yeridir. 12 voltla zaretka olunur. Bunun şuna da buradadır. Yani bunun səsinə, keyfiyyətinə yazısız ola bilməz. Əgər kimsə istəyərsə, yəni bu sadəcə bir prototipdir. Yani bundan daha muhteşem bir şəkildə yıxa bilərəm. Kim eğer istəyərsə, real alıcılar ona rahat edə bilər. Boş mənasız rəylər yazmaqdansa, yəni maddi cəhətdən də dəstək ola bilirsinizsə, ən azından mənəvi dəstəyinizi əsirgəməyin. Bir də bizdədir ki, o kimsə görürlər ki, kimsə qabağa gedəcək, kimsə nəsə icad edir, dərhal onun qabağını kəsirlər. Mənfi rəylər, boş söhbətlər, o evdə oturub səhərdən axşama kimi heç bir şeydən başı çıxmayanlar, yəni gic rəylər yazmasınlar. Kimsə istəyərsə münasib qiymətdə belə bir cihaz yığa bilərəm sizin üçün. Birazdan sizə funksiyalarını tam şəkildə göstərəcəm. Bəli, gəldik əsas məsələyə. Bu hələ ki özüm belə yığmışam knopka ilə on-off düyməsində. Bundan açılır. Tamam. Android 11 tabanlıdır. Yəni Android 13, 14-ə kimi yığmaq olur da, yəni. Hər kəsin öz istəyinə uyğun şəkildə yığılır. Monitor AC firmasına məxsusdur. Burada sizə misal üçün Wi-Fi-mızı paylaşaq. Wi-Fi-mızı açaq. Giriş eləyək Wi-Fi-ya. Sən axırıncı səfər mən Wi-Fi-ın parolunu dəyişmişdim. Üzr istəyirəm. Və budur, qoşuldu Wi-Fi-ya. YouTube'a hansısa bir mahnı olsun, fərqi yoxdur. Birini qoşaq səs üçün. Bu reklamlardaki bezdirib milləti. Bir saniyəlik səsi
Hər birimiz gördük ki, bu səs effekti, yəni söz ola bilməz. Daşınmaq üçün iki tərəfli qulpları mövcuddur. Tutacağı və altda təkərlikləri. 220 voltajı da yoxlayaq sizin üçün. Bunu qoyaq bura. Bunu da birbaşa bura. Üstü içine yanmır. Sadece hazır 1 kilowatt 1000 wattlıq bütün cihazları işlətmə qabiliyyətindədir. Tam sinusdur. 12 voltu 220 volta çevirən invertorla təchiz olunub. Yəni gördüyünüz kimi bundan əlavə bu işıqlarla təchiz olunub. Alt işıqlardır. Gördüyünüz kimi alt işıqlar təchiz olunub iki tərəf. Yəni kim istəsə bundan yığıb təhvil verə bilərəm. Yəni bu vəziyyətdə yox, tam ideal vəziyyətdədir. Bu sadəcə prototipdir, yenə deyirəm. Sağ olun, salamat qalın.